Bugün biz gelmişik restoran Fergana'ya qonaq. Dedik gedək görək ora necədir. Dadlı Dünyanın revizyonlu qrupu artıq içəridədir. Özbəklərdə ərağı içəndə bax belə maskurini içirlər. Düzdür, mən ömrümdə birinci dəfədir belə maskurini içirəm. Amma yenə də bir prova eləyim də görüm necə geçecek. Heç də pis getmədi. Bax, bu xüsusi təndirdə pişən Özbək çörəyi. Bu ikinci cür çörək. Natural Özbək çörəyi. İsti havada reyhan kompotu. Bunun xüsusi yeri var ha, deyim sizə. Özbək mətbəxinin məşhuru samsa. Yəni bu cür padaça verilir. Yanında öz xüsusi sousu ilə. Özbək mətbəxinin məşhuru laqman. Mangal salat, Özbəkistan sayağı. Özbək mətbəxinin bir dənə də şedevri qazan kebab. Öz xüsusi sousu ilə. Özbək mətbəxinin məşhur mantısı. Buna buxar forması deyirlər. Bunun hətta kızarılmışı da olur. Yəni çox dadlı, bir ləzzətli bir şeydir, məsləhətdir. Bu da həmən bax o Özbək plovu. Baxın, lazer düyüsündən, yəni bu basmati düyüsü dögür. Basmati düyüsü döyür. Bu da ki bildirçin yumurtaları. Bu da ayçiçuk salatı. Yəni burada müxtəlif bir pomidor var, soğan var. Yəni tam şəkildə, yəni mən bunun resepti bilmirəm. Amma ki bax bu aşın yanında verilən həmən bax o salatdır. Hə, indi gəldi əsas məsələ. Axırda yaxşı yeyib içəndən sonra yağlı, yeməkli, necə deyərlər, dadlı, tamlı Özbək yeməklərini yeyəndən sonra çay süfrəsi. Bu da ki bax, Özbəklərin çay süfrəsi. Bu xüsusi servirovka ilə verilən yaşıl çay. Bu xüsusi bir mürəbbə, heç bilmirəm nədir o. Bu mürəbbə. Bu çak-çak tatarlar deyirlər ki bizimdir. Amma Özbəklər deyir bizimdir. Yaxşı. İndi gəlin tatarlarla Özbəklər özləri həll eləsinlər ki bu çak-çak kimindir. Biz isə hələlik bir dənə biz öz diqqətimizi cəmləyək bax bu yaşıl badam mürəbbəsində. Bunu da ancaq xüsusi bax burada əldə eləyə bilərsiniz. Bu qədər.